Rusiya və Avstriya opera müğənnisi Anna Netrebko axtarışa verilib. Məlumata görə məşhuru axtaran məhkəmə icraçıları onun Sankt-Peterburqdakı mənzilinə kommunal işçilərinin buraxılmasını tələb edirlər. Kommunal xidmət işçiləri müğənninin Sayus Peçetnikov küçəsindəki mənzilinə girməyi planlaşdırırlar. Onlar evdə qeyri-qanuni tikinti prosesinin icra edilib-edilmədiyini yoxlamaq niyyətindədirlər. Qeyd edilir ki, Sankt-Peterburqun Admiralteysk rayonu administrasiyası 2 ilə yaxın idi ki, bu qərarın qəbuluna nail olmağa çalışırdı. Netrebkoya məhkəmənin tələbini yerinə yetirməyəcəyi halda hər ay 20 min rubl məbləğində cərimə tətbiq olunacaq. Qeyd edək ki, Anna Netrebko Azərbaycanın xalq artisti Yusif Eyvazovun keçmiş həyat yoldaşıdır.